Salam, hər birinizi xoş gördük. Lənkəran rayon Yuxarı Nüvədi kənd Mayıs Mirzəcanov adına tam orta ümumi təhsil məktəbinin radio qovşağı efirdədir. Aparıcımız mən 6B sinif şagirdi Əliyeva Nuray. Mövzumuz General-Mayor İbrahim bəy Talışinskinin xatirə gününə həsr olunur. Azərbaycan tarixinin görkəmli hərbi xadimlərindən biri də General-Mayor İbrahim bəy Talışinskidir. O, mədəniyyət və ictimai fikir tariximizdə daha çox xeyriyyətçi, dilçi, hərbçi və bacarıqlı təsərrüfatçı kimi tanınmışdır. 1828-ci ilin iyul ayının 11-də Lənkəran şəhərində anadan olan Mir İbrahim bəy Mir İsmail bəyoğlu Talış xanı general-leytenant Mir Mustafa xanın nəvəsidir. Onun hərbi çini general-mayor olduğundan xalq arasında Yaranan xan və ya Yaranan Miri bəy adı ilə tanınmışdır. Mir İbrahim bəy 1845-ci ildə Ünter zabit rütbəsində xidmətə başlamışdır. Ona 1847-ci ilin fevralında Bud praporşik, mart ayında Portupey praporşik, dekabr ayında isə praporşik rütbəsi verilmişdir. 1850-ci ildə Abşeron piyada polkuna göndərilmiş, oradakı nümunəvi xidmətə görə 1851-ci ildə podporuçik rütbəsinə yüksəlmişdir. 1849-1858-ci illərdə Turkida, Kutiş, Kumukda hərbi səfərlərdə, Kaytaq və Tapasaran üsyanına qarşı hərbi döyüşlərdə iştirak etmişdir. Hərbi səfərlərdə və döyüşlərdə göstərdiyi xidmətlərə və qəhrəmanlığa görə 4-cü dərəcəli müqəddəs Anna ordeni ilə təltif olunmuşdur. 1852-ci ildə Finlandiya polkunun Leyb qvardisi oldu. 1854-cü ildə poruçik rütbəsinə yüksəldi. 1857-ci ildə Qusar polkunun Leyb qvardisi oldu. 1858-ci ildə növbəti dəfə yaxşı xidmətə görə 3-cü dərəcəli müqəddəs Stanislav ordeni ilə təltif olundu. 1864-cü ildə polkovnik rütbəsinə yüksəldi. 1871-ci ildə isə 2-ci dərəcəli müqəddəs Stanislav ordeni ilə mükafatlandırılır. Nəhayət, 1883-cü ilin may ayının 15-də general-mayor rütbəsinə yüksəlir. 1889-cu ildə isə müxtəlif medallarla təltif olunur. Mir İbrahim bəy haqqında ilk Azərbaycan qəzeti olan Əkinçinin 26 may 1877-ci il tarixli nömrəsində də məlumat verilmişdir. Qəzet Təzə Xəbərlər bölməsində yazır. Badı-Kübə quberniyasından cəm olunan süvari əskərlərə polkovnik Mir İbrahim bəy Talışxanov hakim, yəni polkovnik komandir təyin olunur. Bu faktdan aydın olur ki, Mir İbrahim bəy 1877-ci ildə Bakı süvari əskər polkunun komandiri olmuşdur. İstedadlı hərbici, qorxmaz sərkərdə, gözəl topografçı kimi özünü doğrultmuş, göstərdiyi xidmətlərə və cəsurluğa görə 1889-cu ildə 2-ci dərəcəli müqəddəs Georgi ordeni ilə təltif olunmuş və üstündə igidliyə görə yazılmış qızıl qılıncla mükafatlandırılmışdır. 1885-ci ildə Tiflisdə istifaya çıxıb. Doğma Lənkəranına qayıtmış, ömrünün sonuna kimi burada yaşamışdır. 19-cu əsr tarixçisi Mirzə Əhməd Mirzə Xudaverdioğlu Mir İbrahim bəyin general olduğunu Əxbərnamə əsərində göstərir. O, Mir İbrahim bəyi məşhur general Miri bəy kimi təqdim edir. General-mayor Mir İbrahim bəyin 29 aprel 1894-cü ildə Lənkəranda vəfat etmiş, Böyük Bazar məscidinin yanında tikdirdiyi Yaranan xan təkkəsində dəfn olunmuşdur. Hörmətli radio dinləyicilərimiz, bizə ayrılan zamanın sonuna gəldik. Növbəti radio buraxılışlarında görüşənədək. Sağ olun, salamat qalın.